Cəbbar doktor, xoş gördük sizi. Əvvəla təşəkkür edirəm təklifimizi qəbul etdiyiniz üçün, xüsusən də evinizin qapınızı bizə açdığınız üçün. Necəsiz? Sağ olun. Xoş gördük. Həm də xoş gəlmisiniz. Hər zaman açıqdır evimizin qapısı sizə və gələ bilərsiniz. Nə xoş ki gəldiniz. Belə bir söhbətə qoşuluruq. Təşəkkür edirəm. Biz keçən dəfə podkastda sizinlə maraqlı bir söhbət elədik. Amma heç toxunmadığımız nüanslar var. İstəyirəm bu günü ona həsr edək. Elə biləm ki, həyatınızın ən önəmli və bir çox hissəsini almış Xəzər konfransına toxunaq. İstəyirəm ki, orada ilk söhbətin əvvəlinə qayıdaq. Necə oldu ki, Xəzər konfransı sizin ağlınıza gəldi? Çünki ölkədə heç konfrans keçirilməmişdi, implantoloji konfrans. Xatırlayırsınızmı necə oldu? Necə baş verdi? Nə düşündünüz? Nə çətinliklər oldu? Biraz daha yerdən başlayayım. Mən yəni öz sənətimdə, peşəmdə hər gün eyni şeyi eləmək məni yorur, bezdirir. Daim bir üst istəyirəm. Və bir üst istəyəndə günün bir günü biraz daha ciddi bir irəli addım atmaq istədim və implantoloji kurslar axtarmağa başladım. İndi sizə sadə görünə bilər, amma 30 il əvvəl filan bu heç olmayan bir şeyi axtarmaq kimi bir şey idi. Yəni Azərbaycanda implantasiya yox idi və kimsədə bu haqqda bir məlumatı yox idi. Sadəcə bəzi insanların təbii ki məlumatı var idi və axtarışa çıxdım. Sondan sonra məlum oldu ki, Oleg Nikolayeviç Surov Litvada bütün SSR-dən olan vətəndaşlara, təbii ki o zaman SSR vətəndaşları var idi, implantoloji kurslar verib, öyrədib. Mən də onun yanına getdim. Və gedəndə tam bir belə bir qapalı insan kimi getmişdim. Gələndə tam fərqli bir insan kimi qayıtdım. Yəni Oleg Nikolayeviç hər şeyi bilən, hər kəsi tanıyan birisi idi. Və bilirdi ki, Azərbaycanda implantasiya yoxdur, yeni başlayır və s. Səmimi danışım mı? Tamam. Kafamda belə bir şey var idi ki, mən yeni başlayıram, mən təkəm, hər kəs mənim yanıma gələcək, bütün hər kəsə mən baxacağam. Təbii ki, yanlış düşüncələr, tam yanlış düşüncələr, amma o zamanın düşüncəsi. Və Oleg Nikolayeviç Surov məni aldı və izaha başladı. Dedi ki, buradan dön, dostlarımı, kollegalarımı yığ başıva və bu işi təbliğ elə. Əgər dedi, sən tək olsan, bütün stomatologiya ordusu sənə qarşı çıxacaq. Yox, əgər sən dostlarımı başıva yıxsan, siz onları təbii ki üstələyəcəksiniz və siz bu yolu açacaqsınız. Və dedi ki, bir gündən yaz olmaz. Dönən bir gündən, təbii işdə dostları, kollegaları dəvət elədim və bu işi başlatdıq. Bir müddət başqa yerlərə, konferanslara gedirdik və bizim köhnə klinikamızda balaca bir otağımız var idi. Balaca dediğim bir 15 kvadrat metr falan, 15-20 kvadrat metr bir otaq vardı. Ora pasiyentlər üçün gözləmə zalı idi. Gündüzlər gözləmə zalı idi. Axşamlar bir 8-9 həkim oraya yığışırdıq. Bugün bildiğiniz çox məşhur professorlarımız, çox hörmətli həkimlərimiz, ünlü implantologlarımız, o zaman 8-9 nəfər dediyim insanlar oraya yığışırdıq. Uzun zaman yığışdıq. Konferanslara gedirdik, gəlirdik, müzakirə edirdik filan. Bu cür davam edirdik. Bir gün mən Oleg Nikolayeviçə telefon açdım və dedim ki, bəlkə gələsiz burada bir kurs eləyək. Çünki mənim gücüm o qədər yetərli deyildi. Mən özüm yeni başlayan idim. İnsanları təbii bir araya yığırdım. Amma onların gözlədiyi o qədər də böyük bir bilik sahibi değildim. Yeni başlayan birisi digərlərini nə öyrədə bilirsə o qədər öyrədirdim. Telefonda danışırıq. Bu telefonda danışa mənə dedi ki, bəlkə konferans eləyək. Həmən beynim dayandı. Konferans eləyək. Axı, konferans anlayışım belə yox idi. Yəni, bilmirdim ki, konferansı necə eləyirlər. İndi telefonda donmuşam, bu mənə deyir, alo, oradasan mı? Derim, buradayam. Deyir, nə düşünürsən, konferans eləyək. Yəni, yeni bir kurs seçib, implantasiya olmayan bir ölkədə yaşayan və yeni başlayan birisinin böyük bir konferans eləməsi sizcə nə qədər ağla sığandı? Və mən telefonda donup qalmışam. Bu dedi ki, dedim axı, mən buna deyirəm ki, axı bizdə implantolog
Çok azdı. Konferansa kim gelecek? Deyir implantolog az olduğu için konferans eləyəcək için maraq olsun. İnsanlar bunu bilsin, tanısın ve gelsin. Bu sualım boşa çıktı. Dedim, axı yaxşı bu konferansı kimler bizi öğretecek, kimler leksiya oxuyacaq, kimler mühazirə oxuyacaq. Dedi ki, onları mən eləyəcəm. Mən gətirəcəm. Bu sual da getdi. Sonra dedim ki, artık özü bir çarşı itirmiş kimiyəm. Dedim, bəs harda eləyəcək? Dedi, ha, onu sen tapacaqsın. Harda eləməyi yazıq Litvadan durup burada beləsi değildi ki. İnanın çətinliyə baxın. Azərbaycanda o illərdə Bakı şəhərində 200 nəfəri tutacaq normal bir zal yox idi. İndi bildiyiniz çox rahat bu Hiltonlar, Marriottlar yox idi təbii ki. Ya olsun Four Seasons kimi oteller, ya Bulvar Otel bizim daimi məkanımız olan Bulvar Otel konferanslarımızın en sevimli yer olan Bulvar Otel təbii ki yox idi. Çox gəzib dolaşandan sonra getdik Şıxovdakı Kırgent Beach'e. Və təbii orada müəyyən qədər uyğun şərtlər və uyğun məkan var idi. Beləliklə birinci Xəzər konferansı başladı. Düşünürdünüzmü ki o başlayan 22 sizi eyni çətinlik davam eləyəcəkdi? Reallaşdırırdınız bunu. Tabii o zaman demirəm mi heç nə düşünmürdük. Sadəcə Oleg Nikolayeviç Surovun təhlifiyle konferans seçirdik. Konferans baş tutdu və Oleg Nikolayeviç İtalyadan, Moskvadan, Litvadan, Gürcüstandan bir çox yerlərdən həm qonaqlar dəvət elədi, həm prezentasiya eləmək üçün lektorlar gətirdi. Allah ona rəhmət eləsin. Yəni çox böyük əməyi var idi. Eyni zamanda konferans önü kurs verdi. Bugün bildiğimiz ve implantasiyanın önünde giden birçok şəxslər, hardasa bir 15 kursantımız var idi. Ve mövzuların bir neçəsini mənə verdi. Mən danışdım. Onunla da mənim kurslarım başladı. A'dan Z'ye implant. Tabii A'dan Z'ye, hansı ki indi 51. kursa giririk. 51. 50. yubiley kursumuz artık yanvarda oldu. 51. kursa giririk. 51. demişkən, bəlkə təvəzzükarlıqdan kənardır, amma Azərbaycanda bu qədər uzun süre regular devam eləyən və 51'e gəlib çatan ikinci bir kurs yoxdur. Yəni stomatologiya sahəsindən danışıram. Digər tibbi sahələrini bilmirəm. Xəzər konferansda məncə onlara nümunədir. Çünki davamlı şəkildə 11 dəfə keçirilmiş, 11-ci keçiriləcəkdir. Tabii. Elə bir implantoloji konferans yoxdur. Nə də ümumiyyətlə konferans yoxdur davamlı şəkildə bildiyim qədərilə. Amma bu kursların belə davam eləməsində bilirsənmi, sənin də rolun var. Rolunu bilirsənmi? O dövr çox çətin idi. Nə WhatsApp var idi, nə internet var idi. Tabii. Bir dənə flyer götürürdüm. Tabii. bir stomatologlara. Amma sana bir şey hatırladım. İmplant kursundaydı. Ortalarda, deyək ki 10 il əvvəl, axır mən düşünürdüm ki, artıq implantologiya çox yayıldı, hətta rayonlarda var və artıq həkimlər çoxlu Türkiyədə gedə bilir, bir-birindən öyrənə bilir və dedim, kursları artıq məncə dayandırım. Bir gün sən otağıma gəldin, soruşdun ki, bəs növbəti kurs nə vaxtı? Həkimlər soruşur. Mən də dedim ki, Günay, bu səbəbdən, yəni indi izah elədiyim səbəbdən kursları artıq dayandırmaq istəyirəm. Sən dedin, doktor eləməyin. Eləməyin, çünki böyük ehtiyac var, soruşurlar. Bax, o sözdən sonra dedim, bir də getdik, bir də davam. O davam, bu davam, büyüne qədər davam. Və indi başa düşürəm ki, nə yaxşı dayanmadıq, nə yaxşı davam elədik. Və kurslar sevilir təbii ki. Kursların içində kurs dediyimiz konferansını mı nəzərdə tutursunuz, yoxsa sırf öz A'dan Z'ye implant kursunu nəzərdə tutursunuz? Kurs deyəndə A'dan Z'ye kursunu və A'dan Z'ye yanında yanaşı sinüslift kursunu, augmentasiya kursunu, Olonfor kursunu və bu kimi kurslarımızı nəzərdə tuturam. Amma konferans təbii ki, o ardıcıllıq necə gəlirdi? Konferansı nəzər 2 ildən bir olmalı ideyası hardan gəldi, hardan ehtiyac duyuldu və olurdu mu ki, bəzən bildiyim qədərilə çox böyük maddiyyat tələb eləyirdi. Təbii. Və psixoloji olaraq və maddi olaraq insan bir çöküntü yaşayır. Olurmu ki, deyirdiniz ki, bu qədər bəsdir da. Amma heç demədim. Demədiniz. Birinci mi unutmuşam. Məncə birinci değildi. Ya ikinci idi, ya üçüncü idi konferansdan sonra. O zaman oteller de bize güzəşt eləyirdi, tanıyırdı.
Və konferans bitdi. Heç unutmaram. Hesabat elədilər. Otelə 24.000 manat borcumuz var idi. O zaman biraz geri getsək, o zaman dollar 70 qəpik falan idi. 78 Tabii. olmaz. O 24.000'i dollara çevirsəz bir 30-35 min dollar yəqin ki eləyər təxminən. Və o qədər də biz özümüz də maddi cəhətdən o qədər güclü deyildik. Və mən oteldən xahiş elədim. Böldülər onu təxminən 1 ilə və 1 il hər ay konferansdan sonra hər ay gəlib o bəlli bir summanı aparırdılar. Bəlli bir məbləği aparırdılar və 1 il ödədim 24.000 manatı. Ödəyib qutaran Amma kimi- peşman olmadım. Ödəyib qutaran kimi növbəti konfransa xəstə. Növbəti konferansa hazırlıq başladı və beləliklə həqiqətən yəni ruh verir. Bilirsiniz, oradakı hisslər çox başqadır yəni. Aha. Konferansın eləyib eləməmək mövzusu məndə artıq heç vaxt bu fikir yoxdur ki, eləyimmi, davam eləyimmi, davam eləməyimmi? Yox, eləməsəm özümü çox zəifləmiş kimi, çox sınmış kimi görərəm, çox sönmüş kimi görərəm. Konferans bizim ruhumuzdur. Bəzən mənə deyirlər, işdə sizinlə motivasiya eləyir. O konferans abu-havası var ya, hamı bir-birini görür, sevinir, nəsə öyrənir, çıxır. Mən xoşbəxt edən hisslər o hisslərdir. O yadda qalan o hisslərdir. O abu-hava, hamının bir yerə yığışmağı. Bəli. O məni də xoşbəxt edir, o abu-hava. Bilməm sizdən keçib, yəni o anı sevirəm. Bilirsiniz, o həkimləri orada görəndə, onların o gözlərindəki işığı görəndə, o səmimi görüşlərini görəndə, o səmimi gülüşlərini görəndə, onun yəni müqayisəsi yoxdur. Onun əvəzi yoxdur. O hissi bilmirəm, yəni bu işi görənlər bilir sözsüz ki, o hissi paylaşmaq ya da dəyərləndirmək çox çətindir və çox böyük qiyməti var. İnanılmaz böyük qiyməti var. O yüzden konferanslar məncə dayanmaz. Cəbbar doktor, sizcə ilk konferansla indiki konferansın arasında nə kimi fərq var? Yəni bura gələn həkimlərin düşüncə tərzi mi fərqlidir? Texnologiya mı çox fərqlidir? Konferans fərqlidir? Baxış tərzləri mi fərqlidir? O konferansla bu konferans necə fərqlənir bir-birindən? O konferanslar həm asan idi, həm çətin idi. Çətin idi ona görə ki, bizim heç təcrübəmiz yox idi. Nəyi necə eləyəcəyimizi bilmirdik. Amma açığın deyim ki, o kollegalar birləşib çox ciddi iş görürdük. Və mənə kömək eləmək istəyən en qədər kollegamız var idi. Və onlar hər bir sözü qeyd şərtsiz yerinə yetirirdilər. Sevə-sevə eləyirdilər. Və bu bizim xoşbəxt tərəfimizdir. Amma çətinliyimiz də dedim, o idi ki, təcrübəmiz yox idi. Asan tərəfi də var idi. Asan tərəfi nə idi? Azərbaycanda implantologiya yox səviyyəsində idi. Bu barədə insanların biliyi yox idi. Həkimlərin heç biliyi yox idi implantologiyadan. Nə versək, vau deyirdilər. Nə versək, bəyənirdilər. Amma indi çox dəyişdi. Həkimlərimizin bilik səviyyəsi dünya səviyyəsinə qalxdı. Çoxlu sayda və çox yüksək səviyyədə bilikli, implantoloji biliyi olan həkimlərimiz var. Bu 5 deyil, 10 deyil, yüzlərlədir. Artıq bunlara konferans bəyəndirmək, artıq bunlara wow dedizdirmək elə də asan deyil. Tələblər çox yüksəldi. Və o yüzden biz dünyanın ən ünlü, ən bacarıqlı həkimlərini gətiririk. Və mən bu işdə ən böyük məsuliyyətdə özümdə görürəm. Dinləmədiyim, bilmədiyim birisini konferansa gətirmirəm. Çünki ardında böyük məsuliyyət duyuram. Və bilirəm ki, Azərbaycan həkimi artıq 30 il əvvəlki, 25 il əvvəlki həkim deyil. Nə versən qəbul eləsin, deyil. Heç deyil yəni. Azərbaycan həkimi artıq çox yüksək bilik səviyyəsinə malik bir həkimdir. Hər şeyi bilən bir həkimdir. Və ən son nailiyyətləri eşitmək istəyən bir həkimdir. Buna cavab vermək təbii ki, asan deyil. O yüzden çox çalışırıq. Çox məsuliyyət hiss edirik. Sevirəm. Mən konferanslara ən çox ona görə gedirəm ki, oradan həkim seçim. Lektor seçim, lektor tutum. Və o adamları fotolayıram, videosunu edirəm, yaddaşa yazıram, saxlayıram. Və lazım gəldikcə ya da gedib orada birbaşa tanış oluram. Onunla bir foto eləyirəm ki, insanlar
xaricilərdən danışıram. İnsanları dəvət edəndə bilmədiyi, tanımadığı adamın dəvətini ya qəbul eləmir, ya da çox çətin qəbul eləyir. O yüzden onlarla orada bir tanış oluram, söhbətlər eləyirəm və bunu onlara xatırladıram ki, mən kiməm, hardanam və sizi bir gün konferansa dəvət eləyəcəm. Ona görə də artıq bu iş alınır. Deməli, o vaxtki konferansla indiki konferansın fərqini gördünüz yəni. Və ciddi fərqlər var. Ciddi fərqlər Və var. sevindirici fərqlər var. Sevindirici də odur ki, Azərbaycan həkiminin səviyyəsi çox qalxıb. Eynən. Artıq bildiyimiz o aşağı səviyyə deyil. O yüzden bəyəndirmək də asan deyil. Yaxşı bir yerə toxundunuz ki, yol yoldaşlarınız olub konferansda. Olubmu ki, konferansla bağlı bəzi fikirlərdə yoldakı yol yoldaşlarınız razılaşmadığına görə sizdən uzaqlaşdılar? Bilirsiniz, mənim yolum bəllidir. Mənim yolum bəllidir və hər kəs də bu yolu bilir, görür. Mən bu yoldan dönməyəcəm. Kim istəyir, davam eləsin, kim istəyir. Amma yaxşı mənada, çox yaxşı mənada ayrılanlar da var. Müdafiə eləyib, daha da yüksəkliklərə qalxıb, professor olub, ya çox önəmli institutlarımızda, universitetimizdə çox üst məqamlara qalxan həkimlərimiz olub bizim cəmiyyətin vitse-prezidentlərindən. Onlardan çox məqamlara qalxan, təbii ki, onlar da orada qulluq eləyir. O universitetlərdə, institutlarda, təkmilləşmə institutunda, bizim tibb universitetində qulluq eləyirlər. Yəni, çox faydalıdır onların da o işi. Bizdən ayrılmağı o demək deyil ki, biz narazıyıq. Amma çox sevinirik ki, təbii ki, tələbələrimizə də o tədrisi eləyirlər. Ya da təkmilləşmə institutunda o tədrisi verirlər. Bu cür də var. Təbii, yorulub, bəlkə yolda qalanlar da var. Hər cür var yəni. Təbii, bu işi sevib, bu gün də bizlə böyük həvəslə davam edənlər də var. Var təbii ki. Amma biz öz yolumuzdayıq. Hala ki bu yol təbii ki gediləsi yoldur. Silahdaşlarınız necə? Yadınızda qalanlar var ki, biləsiniz ki, sizlə eyni frekansda, dalğada bu uzun illərdir mənə yol gələn yoldaşlarım var, silahdaşlarım var. Unuttum deyim, bir çoxları bizdən ayrılıb öz cəmiyyətlərini qurublar. O da mənə sevindirir. Sanki bu bir ailədir. İmperatorlar cəmiyyəti bir ailədir. Ailə böyüyür. Sonra sanki uşaqlar ailə qurur, yeni mənzilə çökür, yeni ev qurur. Və bunlar da elə böyürlər. Bu işdə təcrübə qazanırlar. Sonra öz cəmiyyətlərini qururlar. Təbii ki, onlar da fayda verirlər. Məqsəd nə? Yəni, Azərbaycan imperatoriyasından, Azərbaycan stomatologiyasından faydalı olmaq. Bu qədər bəsit. Eynən. Silahdaşlarınız. Yadınızda qalan adları varmı? Uzun, bu cəbhəni deyək, bu cəbhədə sizdən gələn. Təbii, silahdaşlar unudulurmu? Mən elə gəlir ki, konferansa hazırlıq mərhələsi çox gərgin, stresli, həm maddi, həm mənəvi bir yatırımdır da. Bu yolda, bu istiqamətdə sizi daim yanınızda olan həkim dostlarınız var. Bilirəm ki, ilk konferansda da onları görmüşəm. Bəli. Və indi də konferansın qeydiyyatı başlayıb, yenə qeydiyyatdan keçiblər. Bir cümlə ilə necə ifadə eləyərdiniz ondan? Biri Teymur doktor. Teymur doktor o zaman bizim klinikada işləyirdi və dediyim o günlərdə ki, heç nə bilmirdik. Çox təcrübəsiz idik. Teymur doktor bizim cəmiyyətdə, baxmayaraq ki, ortodontoydu, amma implantorlar cəmiyyətində çox ciddi bir əmək verdi. Və təbii ki, sonra ortodontlar cəmiyyətində onlar öz cəmiyyətlərini qurdular. Amma yenə kollega kimi bir aradayıq. Bircə işlərimiz olurdu. Yəni, pasiyentə baxmaq, implantoloji, ortodont qarışıq bir əməliyyatlarımız olurdu. Və uzun zaman belə əməkdaşlıq edib. Teymur doktor heç təsadüf deyil ki, bu ilki konferansımızda da prezentasiyası var və bilirəm ki, sevə-sevə prezentasiya eləyəcək. Rüfət doktor uzun zaman bizim cəmiyyətin vitse-prezidenti oldu. İndi həkimləri təkmilləşdirmə institutunun prorektorudur. Çox sevindirici haldır. Vidadi doktor bizdən ayrıldı və ayrıldı. İmplantoloji dərnək belə bir ad, əgər səhv eləmirəmsə, qurdu. O da təbii ki, fayda verir. Seminarlar eləyir, kurslar eləyir. Uzun zaman Rövşən doktor, daha kimlər var?
Elçin doktor Abbasov. Elçin doktor Abbasov, Emil doktor, İmanov. Emil doktor İmanov, onun böyük zəhməti olub. Və Birçok. adını demədiyim kollegalar bəzən bir anda yada düşmür, amma mənə bağışlayarlar. Təbii, amma hamısına böyük saygım var. Cəmiyyətdə böyük əmək vermiş insanlardır. Cəbbar doktor, bu daha çox təcrübəli nəsildir. İndiki konfransda ümumiyyətlə adını ilk dəfə gördüyüm yeni nəsil həkimlər gələcək. Onlara nə demək istəyirdiniz yeni implant kursuna gələn həkimlərə? Baxın, bu konferanslar insanları bəlkə yanlış anlaşa bilir. İnsanlar burada tərbiyə olunur. Hər şeyi ilə. Konferans dediyimiz mənə görə sadəcə oturub elmi məruzə dinləmək deyil. Konferans dünyadan gələn müxtəlif insanlarla görüşmək, onlarla tanış olmaq, onların həyat yolunu öyrənmək, onların hansı yollardan keçdiyini bilmək, onlarla təmas qurmaq, sonra onların yanına kursa getmək, onlardan öyrənmək, bir araya gəlmək. Baxın, burada geyim mədəniyyətindən tutmuş, yemək mədəniyyətindən tutmuş, insanlarla görüşmək, ünsiyyətdə olmaq mədəniyyəti və təbii içində elmi də, ona da biraz yer verək, olmaq şərti ilə. Məsələn, biz konferanslarımızda dediyim kimi sadəcə elmi məruzələr prezentasiyaları toplusu deyil. Qala axşamları eləyirik, bilirsiniz, və orada mətbəximizi göstəririk. Azərbaycan mədəniyyətini göstəririk, musiqisini göstəririk, rəqslərini göstəririk və hətta özümüz orada karaoke filan oxuyuruq, bəzən oynayırıq. Yəni bilirsiniz, bunlar hamısı bir milləti təmsil eləyirik. Sadəcə dediyim kimi kimsə gəlsin burada məruzə eləsin, getsin deyil. Bir milləti təmsil eləyirik. Biz də təbii ki öz sahəmizdə. Təbii biz öz sahəmizdə dünyada olan kollegaları belə deyək ki, az qala deyək ki, növbəli şəkildə hamısını üzdə olan insanlar bura gətiririk. Azərbaycan mədəniyyəti ilə, elmi ilə tanış eləyirik. Universitetlərimizə gedirlər, tanış olurlar, baxırlar. Və heç unutmuram, bir dəfə bizim professorumuz, hörmətli professorumuz dedi ki, Cəbbar konferanslar elədi, bizim dünya yolumuzu açdı. Və bu fikri bizim konferansın açılışında dedi, rəsmən, tribunadan. Və hamıya maraqlı gəldi ki, Cəbbar bir universitetin yolunu necə açar xaricə. Və başladı izah elədi ki, Cəbbar konferanslar elədi. Təbii, Cəbbar dedikdə implementoloji cəmiyyət nəzərdə tutulur. Cəbbar və dostları deyək. Və deyir, xaricdən çoxlu məruzəçilər gəldi. Tanınmış, bilinən professorlar gəldi, alimlər gəldi. Və biz də deyir, onlarla tanış olduq. Sonra onların konferansına getdik. Sonra onlar bizi konferanslarına dəvət elədi. Artıq dünyaya açıldıq. Baxın, bu konferans nə imiş? Bu konferans bu qədər saydığım bütün işlərin bir toplusudur. Təbii ki, dəyər. Növbəti sualımın cavabını verdiniz. Deyəcəkdim ki, bir çox həkimlər tez-tez müraciət edirlər ki, webinarlarınız var, yaxud da ki, konferansın onlayn formatı var. Gör nə qədər gözəl cavabdır. Onlayn dediyiniz heç bir şeyi görməyəcəkdir. Təbii. Nə oradakı ünsiyyət bacarığı, nə o etik qaydaları konferansda aparılacaq. Bəzən konferanslar üçün yazılmayan etik qaydalar var. Sadəcə gəlməklə onu görəcəkdi. Çox gözəl cavab oldu. Bəs Cəbbar doktor nə motivasiya edir konferanslarda? Dolu bir zal, yoxsa o zaldan bir nəfərin çıxıb demək ki, bu konferansdan sonra bütün yolum dəyişdi? Baxın, bir çox şeylər var və heç unutmuram, bir dəfə zala girirdim, bilməm, kofe breakdən deyək ki, qayıdırıq, zala girirdim, gördüm, bir toplu həkim ayağa qalxır. Amma özüm tanıdım belə yəni, amma təbii ki, oturun, yəni qoymaram elə bir şey olsun. Amma bilirsiniz, yenə deyim, o həkimlərin səmimiyyəti. Bilirsiniz, bəzən dil deyil, hisslər danışır. Gözlər danışır. Hə, dil bilirsiniz də, dilin biraz yalancılığı da var. Bədən dili yalan danışmır. Amma gözlər yalan danışmır. Mimika yalan danışmır. O səmimiyyət yalan danışmır. Bax, onları görəndə, təbii ki, insan hiss edir ki, bu konferans lazımdır, əhəmiyyətlidir.
Və o webinarlar deyilsə, hər zaman diqqətimi bir şey çəkir. Konferanslarda bəzən görürsünüz ki, video eləyirlər. Amma mən sizə əmin eləyim ki, o videolara 99% halda baxılmır. Bilirsiniz, o konferansın, o lektorun o nəfəsini hiss eləmək lazımdır. O qaynarlığını hiss eləmək lazımdır. Onun o pafosunu almaq lazımdır. Yoxsa internetdə minlərlə videolar var, prezentasiyalar var. Niyə qoyub qulaq asmırıq? Niyə o konferanslara gedirik? Bu tamam başqa bir şeydir. Təbii, mən əleyhinə deyiləm. Kimin vaxtı varsa internetdə də baxa bilər. Oradan da bir şey öyrənsin. Amma bu qədər olmayacaq. Dediyim kimi, geyim mədəniyyəti belə var. Yemək mədəniyyəti belə var. İnsanlarla görüşmək var. İnsanlarla anlaşmaq var. O adamların kursuna getmək, onların klinikasına getmək, onlardan bir iz almaq, yəni bir tanış olmaq və getmək. En qədər var belə şeylər. Ən azından belə bizimkilər çox rahat-rahat Türkiyəli kollegalarımızın klinikasına gedir, kursuna gedir, öyrənir. Bunu internetdə bu hissləri bölüşmək, paylaşmaq. Dedim ya, mən gedirəm xaricə, xoşuma gələn lektorla həmən bir şəkil çəkdirirəm, həmən bir söhbət edirəm, özümü tanıdıram, onu tanıyıram, telefonla aram və sonra dəvət edirəm. Bunlar təbii ki, yalnız canlı ünsiyyətdə mümkündür. Cabbar doktor, gəldik əsas məsələyə. Mənim özüm üçün də maraqlıdır. Özüm də ərdən konferansda, kurslar təşkil edəndə, çox əziyyət çəkəndə ağlıma siz gəlirsiniz, həmişə deyirəm bunu Cabbar doktora verəcəm. Bu elə bir yoldur ki, insanın şəxsi həyatından, ailəsindən, dostlarından güzəştlər verməli olursunuz. O 22 illik yola baxanda dəyərmi o verdiyiniz, o ödədiyiniz bədəllərə? Hər kəsin öz baxışı var və təbii ki, ailənin də burada rolu var. Ailə bunu qəbul edirsə, hər şey daha rahatdır, daha asandır. Qəbul edirsə, bunu anlayırsa və təbii ki, mənim ailəmdə belə bir problem yoxdur. Səhərə xanımı yaxşı tanıyırsınız. Bu məsələdə hər zaman mənə dəstək verir. Yəni, heç zaman mənə bir məhdudiyyət deyim, çətinlik deyim, yaratmayıb. Və mən də bu işi sevə-sevə elədiyimi bildiyindən heç bir belə bir qarşı çıxmır, əksinə dəstək verir və mənlə də konferanslara gedir və s. Çox maraqlı bir şey var. Deməli, ikinci konferans olar yəqin ki, 2007-ci il falan kimi bir şey. O zaman, hətta bəlkə birinci konferans idi. ICOI, International Congress Oral Implantology, implantologların beynəlxalq konqresi deyilən bir təşkilat var. Amerikada yerləşir və dünyanın ən böyük implantoloji təşkilatıdır. Bu təşkilatın vitse-prezidenti biz Moskvada tanış olmuşduq. Yenə dediyim kimi həmin tanışlıqlar və mən bunu konferansımıza dəvət eləmişdim. Və bu özü ilə bərabər digər məruzəçiləri də gətirmişdi. Və bu adam sanki məni öyrənmək istəyirdi. Məni bir daha da yenidən kəşf eləmək istəyirdi. Və hər şeylə maraqlanırdı. Hətta bizim evə qonaq gəldi. O zaman biz Haqlar Dostluğunda həyət evində yaşayırdıq və yeni ev tikmişdik həyət evində və evə köçmüşdük. Amma evin təmiri bitmişdi, mebellərimiz yox idi. Bu gəldi bizə və biz də çay içdik, söhbət elədi, ailə ilə tanış oldu. Dedim ki, sanki bir yenidən məni görmək istəyirdi. Tam bir Cabbarı, ailəsini görmək istəyirdi. Və evə baxdı və dediyim kimi mebellər yox idi. Və sonra mənə bir kənara çəkdi. Dedi ki, konferanslara çox can yandırırsan, bilirəm, çox işlər görürsən. Bunlar çox yaxşıdır. Amma biraz da evə bax, evə diqqət elə. Sonra səndən ailə inciyər filan. Biraz mənə öğüt nəsihət verdi. Amma əslində bunun işi oydu desin ki, konferanslara bax, konferanslara diqqət elə, daha çox enerji ver filan. Amma təbii insan saf insan idi, yaxşı insan idi. Və dedi ki, konferansları eləyirsən gözəldir, amma evə də diqqət elə. Evi mebeli yoxdur, mebeli al filan, belə şeylər dedi və getdi. Üstündən bir xeyli zaman keçdi. Bu mənə zəng vurmuşdu. Mən də gördüm zəng vurur. Naştatik. Adı belə idi, Oleg Naştatik.
Zəng vurur və mən də sakit olsun deyə, rahat danışa bilim deyə həmən zala keçdim. Həmin evimizdə. Zalda mebeli yenə yox idi. Və bu mənə danışa mənə deyir ki, hələ evə mebel almamısan. O zaman görüntülü danışıq falan yox idi. Hə, mən də belə çox belə qəribə gəldi mənə ki, bu nədir? Bizim evi görürmü bu? Hardan bildi mən mebel almamışam? Dedim, dayana bilmədim, soruşdum. Dedim, hardan bildiniz mebel almamamı? Dedi, telefonun səsi ev verir. Telefonun səsi ev verir. Sən deyir, hələ evə mebel almamısan. Bilirsiniz, təbii evə mebel də alındı, hər şey də oldu. Uşaqlar da böyüdü, gözəl təhsil aldılar. Kimisi Türkiyədə təhsil aldı, uşaqlardan kimisi İsveçrədə təhsil aldı. Kimisi bakalavr, kimisi magistr, kimisi Amerikada təhsil aldı ən yüksək səviyyədə. Yəni, bu elədiyimiz, bir növ bu konferansı elədiyimiz bir xeyriyyəçi kimi saymaq olar, bir xeyriyyəçilik kimi və mane olmadı bizə yəni. Təbii bu da bir Allahın qisməti və elə bilirəm ki, uşaqlar məndən narazı böyümədi. Və ya onlar sadəcə bir dil öyrənmək üçün belə onları xarici ölkəyə göndərirdim. Və hər zaman söylürdüm ki, nə istəyiniz varsa deyin. Özəlliklə təhsillə bağlı təbii ki. Mənim gözümdə bir insana nə istəyiniz var, mən eləyim deyəndə, mənim kafamda təhsildir. Amma onun kafasında bilmirəm, başqa şeylər ola bilir. Amma təbii ki, ailədə uşaqlar xarakterimi də bilirdi. Və kim harada istəyirdisə də təhsil də aldı. Beləliklə, ailə və bu ictimai işlər, bu konferans bir arada bizə mane olmadı. Və nə yaxşı ki, mane olmadı. Təbii ki, bu arada da dediyim kimi yoldaşım Səyyərə xanımın əməyi böyüdü. Yəni, təbii ki, o tərs olsaydı, ya bu işin tərsinə getsəydi, təbii ki, bir şeylər uğursuz ola bilirdi. Amma nə gözəl ki, belə oldu. Sağ olsun. Buradan ona da minnətdaram. Dəstəklədi. Biz də təşəkkür edirik Səyyərə xanıma. Bir də sizdə özəlliyiniz çox motivasiya edirdiniz. Yadımdadır ki, mən nəyisə belə həvəslə gəlib sizə danışırdım. Olmayan bir şey deyirdiniz ki, Günay, sən istə samalyot da alacam, amma bu həvəsin olsun, yerində qalsın. Onu çox önəmsiyirdiniz ki, bir adam bir işi görəndə həvəslə görməlidir. Aşılıyırdınız onu həmişə. Təbii bu belədir yəni. İnsanları gördüyü işə həvəsləndirmək, onların gördüyü işi dəyərləndirmək və qiymətləndirmək sözsüz ki, insana stimul verir və əgər konferansdan danışırsa, gələcək konferanslara can atır. Təbii, əgər ailədə uşaqlardan söhbət gedirsə, təbii onları da yönləndirmək, stimul vermək və onları da bəlli bir səviyyə gətirmək üçün onlarda bu enerjini yaratmaq, bu stimulu yaratmaq şərtdir yəni. Razıyam sizdən. Bəs necə düşünürsünüz? Bu konferanslar sizcə peşəkar məsuliyyətdir, yoxsa ki, həvəsdir? Nədir bu davamlılığı sizə gətirən? Necə yarandığını söylədim. Amma təbii ki, bu yavaş-yavaş bir yerə qədər gəlir. Məncə bir həvəs kimi gəlir. İnsan həvəskar olur və sonra bir məsuliyyətə çevrilir. Yəni, bunun siz şahidi olmuşsunuz. Ad çəkməyək. Məsələn, bir çox təşkilatlar olub. Mən stomatologiyadan danışıram. Məsələn, həvəslənib konferans ediblər və ya həvəslənib kurs ediblər. Biri, ikisi sonra dalı gəlməyib. Ya bilməm, çətin olub, ya da bu həvəs olaraq bitib. Məsuliyyət mərhələsinə keçməyib. Yəni, hər bir insan bir məsuliyyət hiss eləməlidir. Və ya bu işdən zövq almalıdır. Fərqli insanların fərqli düşüncə tərzi var. Yadıma bir şey düşdü. Bizim bir yaşlı həkim vardı və bizim kənddən. Bəlkə də mənim stomatoloq olmağımda onun da rolu olub. Çünki çox tanınmış həkim idi, çox hər kəsin hörmət bəslədiyi, sayğı durduğu və savadlı həkim idi. Və artıq biz konferansda elədiyimiz dövrdə bu yaşlanmışdı. Yaşlanmışdı, amma həkim işləyirdi, az işləyirdi. Xeyli yaşlanmışdı. Və bir gün bir konferansımıza bunu dəvət eləmişdim. Bu gəlmişdi və konferanslarda bilirsən, mən çox gərgin işləyirəm. Həriyə bir tapşırıq, bir şey tapşırıram, bir iş görürük, ona nəzarət, buna nəzarət. Yatmışsınız və yatızdırmışsınız. Təbii, yatmağa qoymuram. Təbii, bu baxır, amma sonradan başa düşdüm ki, bu mənim müşahidə eləyirmiş.
Və görür ki, mən çox gərgin işləyirəm, çox belə bir olağanüstü bir gərginlik var bu işdə. Konferans başladı, prezentasiyalar gedir. O arada bilirsən, artıq biraz rahatlıq gəlir, biraz sakitlik gəlir. O vaxtı bu mənə dedi ki, sənin bir sözün var. Və məni bir kənara çəkdi. Mənə dedi ki, sən çox gərgin işləyirsən, çox əmək verirsən. Bu həkimlərin yolunda, dediyi kimi deyirəm ha, bu həkimlərin yolunda çox böyük enerji verirsən. Ardınca nə desə yaxşıdır? Dedi, sən elə bilsən, bu həkimlər sənə heykəl qoyacaq. Ya dedim, amma inciməyin. Bir sözdə mən deyim. Çünki yaşlıdır məndən və çox hörmətlədiyim kolleqamızdır. Dedim, amma inciməyin. Siz elə bilirsiniz ki, mən bu həkimlərdən heykəl gözləyirəm. Bunlar kimdir ki, mənə heykəl qoysun? Bir də mənə heykəl lazımdırmı? Və zaten bu heykəlim var. İnsanların gözündə, ürəyində, mimikasında. Ya bunu görmək istəyirəm. Heykəli görmək istəmirəm. Bu da var. Bunu da almışam. Və məni bu yaşadır. Və məni bu konferanslara, kurslara, hər yerə daşıyır. Və bizim kursu keçən həkimlərin rəylərini versəm oxusaz, bir gün verim oxuyun. Məncə də paylaşarıq onu. Təbii, bir gün verim oxuyun, nələr yazırlar. Yəni, o kurslarda mən sadəcə elm paylaşmıram. Təbii, elm əsas məqsəd. Amma yenə də həyat tərzi, düşüncə tərzi, həyata baxış, necə yaşamaq və bunları onlara zaman-zaman, necə deyirlər, xırda-xırda, gizli-gizli sətir altı verirəm. Və bir andan sonra baxırlar ki, bir müddətdən sonra baxırlar ki, hə, düşüncə dəyişir, beyin dəyişir, həyata baxış dəyişir və mən bunu istəyirəm. Mən bunu istəyirəm. Hər dəfə deyirəm ki, gəlin implantologiya. İmplantologiya sizin həyatınızı dəyişəcək. Dünyaya baxışınızı dəyişəcək. Hamı fikirləşir ki, implantologiya, stomatologiyanın bir sahəsidir da, o mənim həyatımı necə dəyişəcək? Dünyaya baxışımı necə dəyişəcək? Həyata sevgimi necə dəyişəcək? Amma dəyişir. Yadımdadır, deyirdiniz. Amma dəyişir. Yerişimiz belə dəyişəcək. Tabii, değil mi? Yerişimiz belə dəyişəcək. Tabii dəyişəcək. Hər şey dəyişəcək. Cəbər doktor, sizcə Xəzər konfransı olmasaydı, bugün implantologiyada hansı boşluqlar olardı? Baxın, təbii ki, Xəzər konferansı olsaydı da, olmasaydı da Azərbaycanda implantoloji olacaqdı. Amma çox böyük fərq var və bu fərq nədədir? Birincisi, kəmiyyət fərqi var. İkincisi, keyfiyyət fərqi var. Hətta konferansla bərabər bizim kursları da mən buna bənzədirəm. Yəni, bu Xəzər konferansı bir sıçrayış idi. Bir sıçrayış oldu, bir stimul verdi. Birdən-birə yüzlərlə həkim konferansa gəldi, implantın nə olduğunu gördü, implantın faydalarını gördü və bir günün içində yüzlərlə həkimdə implantologiya meyil yarandı. İmplantologiyanın nə qədər əhəmiyyətli olduğunu, nə qədər xəstələri müalicə eləmək üçün, dişləri bərpa eləmək üçün optimal bir usul olduğunu bir-iki günün içində gördü və tanış oldu. Və bu bir partlayış idi artıq. Yəni, tam 5-6 implantoloq olan ölkədə Xəzər konferansı bir partlayış elədi. Və buradan da təbii ki, hər kəs bir stimul aldı. Bir-birindən öyrəndilər, bizim kurslara keçdilər, Türkiyəyə getdilər, bəziləri daha Moskvaya getdi və fərqli kurslara getdilər. Və birdən-birə bir sıçrayış oldu. Təbii, bu sıçrayış sonraki konferanslarda davamlı olaraq artdı və günümüzə gəlib çıxdıq. Biraz əvvəl qeyd elədim ki, Azərbaycan implantologiyası bugün ən üst səviyyələrdədir. Əgər götürsəz, keçmiş SSR respublikaları arasında biz ən önlərdəyik. Ən önlərdəyik və bu məni çox sevindirir. Bir də, baxın, yenə də istər Xəzər konferansı olsun, istər bizim kurslar olsun, bu işdə bu konferanslar olsa da, olmasa da dediyim kimi implantoloji olacaqdı. Amma bu konferansların da, bu kursların da ən böyük əhəmiyyəti nədir? Biri var, insanlar haradasa eşidəcəkdi, internetdə, orada-burada görəcəkdi və yanlış mı, doğru mu başlayacaqdı. Daha doğrusu bir kurs keçməyən, bir öyrənməyən adam
yanlış yolla başlayacaqdı və ya ciddi səhvləri olacaqdı, ciddi ağırlaşmaları olacaqdı. Həm həkimlər zərər görəcəkdi, həm insanlar, sadə insanlar, müalicə alan insanlar zərər görəcəkdi. Bu konferanslar, bu kurslar implantologiyanın keyfiyyətini artırdı. Həkimlərin başlamasını bu işə, həm də düzgün yolla başlamasını göstərdi. Düzgün yol seçməsini onlara göstərdi. Və beləliklə implantologiyanın, implantologların həm kəmiyyəti artdı, sayı artdı, həm keyfiyyəti artdı. O yüzden mən bunları əvəzsiz sayıram. Bu konferansların, bu kursların çox böyük qiyməti var. İnanılmaz böyük qiyməti var. Yəni insanların, sadə insanların, bu sahədə müalicə alan insanların, sadə, saf insanlar hardan bilsin ki, bu həkim doğru mu kurs seçib, yanlış mı kurs seçib, ya heç kurs seçməyib. O səbəbdən, yəni bu arada bu çox böyük qiyməti var. Çox böyük dəyəri var. Təbii ki, bunu bilənlər var və ya bilməyənlər var. Amma bu faktdır. Bu faktdır ki, Xəzər konferansları bir stimul yaratdı, bir partlayış yaratdı. Hər kəs bu tərəfə gəldi, öyrəndi və bu işi başladı. Və ən önəmlisi də budur. Razıyam sizinlə. Yadınızda da biz sizinlə bir dəfə Dubayda stomatoloji konferansa sərgiyə getmişdik. Mən içəri girdim, sərgi zalına baxanda bütün markalar var idi. Mən özümə fikirləşdim ki, biz stomatologiyada nə qədər inkişaf eləmişik. Yəni burada mən yeni marka görmədim. Təbii. Hamısı Azərbaycanda var idi və hamısı Azərbaycanda bugün Xəzər konferansında sponsor kimi iştirak edirlər, gəlirlər. Necə düşünürsünüz? Biz Xəzər konferansında sponsor kimi iştirak edən şirkətlər burada bu böyük hadisənin mi deyim, tarixi hadisənin mi deyim, bir hissəsi olur, yoxsa özü üçün bir imic qazanır? Niyə iştirak eləməlidir burada? Yenə biraz geri gedim. Mən ilk dəfə Oleg Nikolayeviçin yanına kursa edəndə dönüşümdə Moskvadan uçurdum. Ora geriyə də Moskvadan uçurdum. Dönüşümdə sərgi var idi Moskvada. Mən o sərgiyə getdim və sərgi zalına girəndə bir wow dedim. Yəni həqiqətən mənim üçün wow idi o sərgi. Belə gözümə inanmırdım. Nə qədər yenilik var, nələr var burada. Fantastik idi mənim üçün. Bu gün nədir o sərgi? Bu gün mən o sərgi, bu gün yox ha, 5-10 il qabaq mən o sərgiyə bir dəfə getdim. Məni lektor kimi çağırmışdılar. Eyni sərgi dövründə konferans da var idi. Orada mən prezentasiya elədim. Lektor kimi getmişdim. Və sərgiyə baxanda dedim ki, bunlar niyə bu gündədir? Bu nə sərgidir? Bu qədər niyə zəifdilər? Sərgi həmin sərgi idi. Mən dəyişmişdim. Azərbaycan stomatologiyası dəyişmişdi. Biz qalxmışdıq. Çox dəyişmişdik. Və bu gözlər həmin gözlər idi. Wow deyən gözlər idi. Artıq 5-10 il sonra wow demirdi, deyirdi, bu sərgi niyə belədir? Niyə belə kasıbdır? Niyə belə yoxsuldur bu sərgi? Biz o qədər dəyişdik. O 5-10 il içində biz çox dəyişdik. İnanılmaz bir səviyyəyə qalxdıq. O yüzden, bəli, artıq bizim konferanslar çox ciddi şəkildə hər tərəfli konferanslardır. Bayaq dediyim kimi, bu sadəcə bir elmi şey deyil. Hətta orasını unuttum. Sağ olun ki, xatırlatdınız. Konferansla paralel sərgi var. Bu sərgidə çox gözəl bir yarışma var firmalar arasında. Onlar bu sərgini çox aylar əvvəl bilir və sərgiyə özəl hazırlaşırlar. Bu hazırlaşmalar yeni texnologiyalar gətirirlər, yeni aparatlar gətirirlər, yeni materiallar gətirirlər, yeni instrumentlər gətirirlər və azad və gözəl bir rəqabət var. Və bir-birlərinə yarışırlar. Kim qazanır? Biz qazanırıq, həkimlər qazanır. Yeni texnologiyalarla, yeni aparatlarla, yeni qurğularla, yeni alətlərlə evimizin içində tanış oluruq. Bizim qazancımız nə deməkdir? Əhalimiz qazanır, insanlar qazanır. Onlara daha gözəl aparatlar qulluq eləyir, onlara daha gözəl alətlər, materiallar, daha keyfiyyətli materiallar. Son istifadəçi kimdir? Bizim cəmiyyətdir, bizim insanlardır. Bunun faydasını təbii ki, insanlarımız görür. Belə bunun üçün də biz çalışırıq ki, insanlar normal, düzgün, keyfiyyətli müalicə alsın. Və bu arada o firmalar bir-birindən yarışır deyə qeyri-ixtiyari inkişaf eləyir. Razıyam. Və o alətlərin, o qurğuların dilini bilən mütəxəssislər gətirirlər. Yenə də həmin şey. Bəzən insanlar alətləri alır,
işlədə bilmir. Aləti, qurğunu və ya deyək ki, bir aparatı alır, ya işlədə bilmir, ya yanlış yolla işlədir. Amma bu sərgilərdə o mütəxəssislər də gəlir və elə sərgi zalında belə ya da prekonferans kurslarımız var. Hətta bu il prekonferans kurslarına konferans sonraki kurslarımız belə var. Və bu arada canlı fantom üzərində, modellər üzərində o əməliyyatları göstərirlər, o prosesləri göstərirlər və görün nə qədər qiymətlidir. Alınan qurğuların alınması şərt deyil. Alınması şərt ola bilər, amma onların düzgün istifadəsi daha üst şərtdir. Və o sərgilərdə o mütəxəssislər gəlir, o firmalar onları gətirir, burada onları düzgün istifadəsini göstərir. Təbii, bu isə çox qiyməti var. Təbii ki, qiyməti sonsuzdur. Yenə həmin konferansların əhəmiyyətinə dönürük. Görürsünüzmü? Nə qədər faydalıdır. Hətta bu sərgini belə unutmuşduq. Bu sərgilərdə belə bəzən musiqilər çalınır, saksafon çalır, insanlara ruh verir. Yenə də insanlar bir-birinə görüşür. Çox qiymətlidir yəni. Əhəmiyyəti saymaqla bitən deyil. Birini saysan, birini belə unudursan. Doğru, tamamilə. Hətta hədiyyələr verirlər həkimlər üçün, xüsusi kampaniyalar eləyirlər ki, həkimlər də bundan yararlana bilir sərgi vaxtı. Təbii, orada materiallardan, alətlərdən hədiyyələr verirlər. Yəni, ilk başlanğıc üçün işlət, bax kimi mənasına gəlir. Və həkimlər təbii ki, firmada özünə güvənir. Bilir ki, bunun aləti ya materialı keyfiyyətlidir. Həkim aparır, bir dəfə işlədir, görür, doğrudan da bu bir öncəki nəsildən fərqlidir. Daha fərqlidir, daha keyfiyyətlidir. O yüzden təbii ki, daha yenisi ilə, daha keyfiyyətlisi ilə davam edir. Cabbar doktor, hər gözəl nağılın bir sonu olduğu kimi, elə bilirəm ki, Cabbar doktorda müəyyən bir ana gələndə implantoloji konferansda kiməsə devr eləməli olacaq. Onda demək istədiyim məsləhət yox, xəbərdarlıq eşitmək istəyirəm. Nə xəbərdarlıq eləyəsiz adama ki, səni bu yol gözləyir burada. Tapın verin də o adam mənə. Adamı istəyirəm təbii ki. Adamı yox, adamları istəyirəm. İstəyirəm, bilirsiniz. Bu bir məktəb kimi olmalıdır. Məktəb kimi də zaten var. Bu bir məktəb kimi olmalıdır. Bu şəxsə bağlı olmamalıdır. Şəxsə və ya şəxslərə bağlı olmamalıdır. Bu bir ənənəsi olan bir məktəb olmalıdır. Və bu məktəb Cabbar getdi, bitdi olmasın. Bu ənənə davam eləsin. Bu elə bir etibarlı əllərdə olsun ki, bu ənənə davam eləsin. Məsələn, Türk Oral İmplantoloji Dərnəyi var. Onun yaradıcısı, qurucusu Peker Səndalli. O çox böyük insandır. Türk Parodontoloji Dərnəyini quran insandır. Sonra Türk Oral İmplantoloji Dərnəyini quran adamdır. İstanbul Çapada İmplantologiya kafedrasını açan adamdır. Ne güzel. O təbii, o artıq yaşlandı. 80'in üstündə yaşı var. Amma büyüyündə xəstə qəbul edir. Büyüyündə insanları müalicə edir. Və cəmiyyətə yalnız uzaqdan uzağa bəzi tövsiyələrini verir. Amma estafeti buraxmış. Onun davamçıları var. Və hər bir neçə ildə bir prezidentlər dəyişir. Və artıq bu bir məktəbdir. Azərbaycanda da bu məktəbin artıq belə deyək ki, bazası var. Bir formalaşır. Və zaman-zaman elə bilirəm ki, bu güclü bir məktəbə çevriləcək. Və yenə deyirəm, bu Cabbar getdi ya kimsə getdi, bu iş bitdi olmamalıdır. Və inanıram ki, olmayacaq da. Təbii ki, davamçılar olmalıdır. Bu iş davam eləməlidir və sonsuza qədər davam eləməlidir. Doğru. Biz də baxıb kənardan zövq alarıq təbii ki. Təbii ki, inşallah. Elə belə də olar inşallah. Təbii o da bu işin sonu deyil. Məncə bir yeni başlanğıcı olacaq. Məncə də estafeti vermək kimi bir şeydir. Yeni bir başlanğıcdır. Tamam, sonda istəyirəm ki, sizə səmimi sual verim. İnanıram ki, sizə səmimi cavab verəcəksiniz. Bu ilki konfransı başlamışıq artıq bir çox işləri. Bu ilki konfransın təşkilatı hissəsini Azenaya vermisiniz. Nə gözləyirsiniz Azenadan? Nə fərqli olmalıdır bu konfrans? Oy, nə yaxşı gəldiniz. Axır ki, Azərbaycanda çox arzulanan və çox illər boyu arzulanan bir təşkilat yarandı. Və gəldi. Nə yaxşı gəldiniz. Nə yaxşı ki, varsınız. Yəni, bu gün konferans təşkilatçılığının bax, yolu budur. Bax, forması budur. Yəni, həkim, biz, bayaq söylədim, mənim enerjim getsin alimləri seçməyə,
onları tapmağa, onlarla tanış olmağa, onları dinləməyə, gəncləri yetişdirməyə və onları bu konfransa cəlb eləməyə, onları dinləməyə. Məsələn, gənclər biz çağırırıq, bizim ənənəmiz var. Hər konfransımızda gənclərə yer veririk. Bəzi konfranslarımızda hətta ayrıca bir gün ayırmışdıq gənclərə. Amma o gəncləri sadəcə gəl çıxış elə demirik. Mən onları konfransdan aylar əvvəl dinləyirəm və mən dinləyirəm, idarə heyəti dinləyir, kömək eləyirik ki, daha bu yöndə çalış, bu yöndə artır, bu yöndə düşün, bu yöndə keyslər qoy filan kimi və yetişdiririk. Və təbii ki, yenə də bu bir məktəbin əsasıdır. Hətta nəinki yerli kadrları tanımadığım bir həkimi tövsiyə elədilər. Adını deməyim, ölkəsini də deməyim. Bilinməyini istəmirəm. Və mən ondan bir dənə xahiş elədim. Dedim ki, bir xahişim var, amma inciməyin. Mən sizi tanımıram. Amma mən sizə, belə deyək ki, zamin durub konfransa çıxardıram. Mən sizə, yəni insanlar mənə inanır. Mən də bilmək istəyirəm sizi. Amma inciməsəz, mən sizi onlayn dinləyərdim. Sağ olsun, necə deyirlər, mənə qırmadı. Və onlayn dinlədim. Onlayn dinlədim və dedim ki, Azərbaycan həkimi bunları gözləyir, bunları düşünür. Azərbaycan həkimi belə bir şey istəyir. Bu yöndə daha keyslər qoya bilərsiniz, bu yöndə çalışa bilərsiniz və sevindi. Nə gözəl. Ya, təbii ki, bilirsiniz, bayaq dediniz, məsuliyyət. Bu bir məsuliyyətdir. Mən məsuliyyət istəyirəm ki, həkimlər sonra insanlar deməsin ki, biz zamanımızı itirdik, biz bəlli bir maddiyyət ödədik, gəldik. Amma niyə bizə bu adamı dinlətdirdilər? Bizi buna dinlətdirdilər, bəli. Zamanımızı itirdik, klinikamızı buraxdıq, gəldik, amma bir şey görmədik. Bunu eşitmək istəmirəm. O yüzdən xarici lektoru heç dinləyən eşitmişdinizmi? Məncə eşitməmişdiniz. Mən də eşitməmişdim. Food testing eləmişdik, bəzi restoranlara gedəndə yeməyə baxdım. Amma bir lektoru dinləməmişdim. Amma dinlədim. Okay. Bizdən gözləntiniz olaraq nə gözləyirsiniz? Nə ilk 3 şey konfransda olsun və bu da Azina məsuliyyəti demək istəyirsiniz? Azinanın çalışmağından, işləməyindən, cəldliyindən, işə münasibətindən bilirəm və hiss edirəm ki, Azina bu işin öhdəsindən yaxşı gələcək. Və sevərək. Təbii, sevərək işləyirsiniz, hiss edirəm. Və bir də stomatologiya aləmini çox gözəl tanıyırsınız. Yəni, Azinaya sən rəhbərlik edirsən və uzun illərdir, neçə ildir? 20 il var artıq. Artıq 20 il var. 22 il, hətta mən yadımdadır ki, ilk konfransınızda mən var idim. Doğrudan Mən mı? elə bildim ikinci konfransdaydım, amma indi siz danışdığı yadıma gəldi ki, mən Kaspiyyətdən ilk dəfə işə təzə gəlmişdim, o konfransa Krezinbiçə getmişdim, hətta ilk dəfə idim. Mən çox konfransın belə nə olduğunu anlamırdım, sadəcə belə baxırdım. Onda belə çıxır ki, 22 il əvvələ gedirik. Sən bir şey göstərin mi? Aha. Doktor ilk şəkilləri çıxardacaq, mən elə hiss edirəm. Backstage çıxarsın. Yaşar, hoş geldin. Sağ ol Yaşar. Bu nə? Demin gördüm. Bu nə? Bir şey, baş harfi değil, çok İllər əvvəl, bəlkə də 15 il əvvəl bunu mənə hədiyyə eləyib bir nəfər. Kim ola? Mən hədiyələrim. Sən? Hədiyələrim yadıma gəlirmi? Aha. Bir dəfə velosipedi çox sevdiyinizə görə az gününüzdə velosiped hədiyyə elədiyim yadıma gəlir. Bir dəfə kəmərlər çox önəmsirsiniz deyə kəmər aldığım yadıma gəlir. Taktı. Amma bu kəmərdən sonra mənə qadağa qoymuşdu sizə hədiyyə almağı. Yadıma gəlir. Ümumiyyətlə, mən klinikada ya da bizim işçilərdən kimsənin mənə hədiyyə almasını qadağan eləmişəm. Çox nadirən hədiyyə almağı. Aha. Dur, ver. Həmin kəmərmi? Hətta naxışları bilmirəm niyə belə seçmişdinsə. Bilməm, sən seçmirsən. 15 olar mı? Olar doktor, olar. Olar. Bir də doktor heç kim eşitmir. Heç kim bilməz. Doktor həmişə şirkətdə ad günündə xəbər olmurdu, amma mənim ad günümdə xəbər olurdu. Bir dəfə ən çox sevdiyim təbriki. Mən Gəncədə idim. Zəng elədiniz ki, Günay,
O vaxt Siskon var idi. Mən də Siskon satışındaydım. Dediniz ki, Günay, Siskon mənim gözümün işığıdır. Sən də Siskon gözünün işığısan. Bu nə deməkdir? Həmin gün sevindiyimdən uçmuşdum da. O təbrik məni almışdım. Təşəkkür edirəm doktor. Hələ bu kəmər, Duyğulandım. bilirsən də bu kəmər bağ deməkdir də. Məncə bizi bir-birimizə bağlayan ünsürlərdən də biridir. Ay, Yəni çok simvolikası bağ deməkdir də. Hələ bu kəmər yəqin bir 15 il, 20 il, bəlkə də uzun illər hələ mənə qulluq eləyəcək. Və hər dəfə bu kəməri əlimə alanda sən yadıma düşdün. Bir tane də hədiyyəm var. Bilməm o qalıb yoxsa yox. Səhəri xanımdan şəklimizi şüşənin içinə saldırmışdım. Onu Səhri xanımla soruşun. Yadımdadır ki, o hədiyyə bir xeyli baxdı. Otaqda qaranlıq eləmişdim. İşıqda belə işıqlar falan qoydum. Doktor belə o vaxt yeni çıxmışdı elə şey. Səhri xanımla şöyle belə bir xeyli baxmışdı o hədiyyə. Amma bunda mənə qadağa qoymuşdu sizə hədiyyə almaq ki, bir də hədiyyə al. O qadağa hər kəsə aiddir və bu gün də qüvvədədir. Klinikada hər kəs mənim ad günümdə sadəcə sözlə təbrik eləyə bilər. Hədiyyə ilə deyil. Amma bu son hədiyyələrdəndir. Təşəkkür edirəm doktor, təşəkkür edirəm. Məncə çox maraqlı söhbət alındı. Şəxsən mən istəmirəm söhbət bitsin, amma vaxt elə bir şeydir ki, bitməlidir. Bir daha təşəkkür edirəm bizi belə isti qarşıladığınız üçün. Nərgizə ayrıca təşəkkür edirəm. Nərgiz Cabbar doktorun sevimli qızlarından biridir. Sevimli qızı deməyim, digər qızlar qıcıqlanır. Mənə elə gəlir ki, davamçımız var. Mənə elə gəlir ki, o Cabbar doktorun daşıdığı enerjisi evlatlarında o gen olaraq orada var. Zaman göstərəcək. Zaman göstərəcək. Hiss elətdirir özünü, amma zaman göstərəcək. Çox təşəkkür edirəm bir daha. Yaxşı ki varsınız. Yaxşı ki qəbul elədiniz səmimi söhbətlərinizə görə. Kəmərə görə xüsusi təşəkkür. Bir daha təşəkkür. Çox sağ ol. Mən minnətdaram ki gəldiniz. Minnətdaram ki hələ bu fikrə düşmüsünüz və gəlmisiniz. Hələ bir dəfə də mənim üzümdən hazırlıq prosesi getmişdi, təxirə saldıq. Çox sağ olun və sizin heyətə çox minnətdaram. Ciddi bir heyətiniz var və ciddi bir iş görürsünüz. Hiss olunur işin ciddiliyi və çox sevimli bir heyətiniz var. Həvəslə, səbrlə hər şeyi yoluna qoyurlar. Təşəkkür edirəm. Çox sağ olun. Elə bilirəm hələ çox görüşəcəyik. Qarşıda da bizim çox məsuliyyətli bir işimiz yaxınlaşır, konferansımız. Əl-ələ verib, əl-bir olub. Elə bilirəm ki, bu konferansı həkimlərimizin istədiyi ən yüksək səviyyədə təhvil verəcəyik. Bu arada həkimlərimizi bu konferansa dəvət edirəm. Hər kəs gəlsin, hər kəs məmnun qalacaq. Demək, görüşəcəyik, paylaşacağıq, dinləyəcəyik, sərgiyə baxacağıq. Yeni insanlarla, yeni dostlar qazanacağıq. Köhnə dostlarımızı görəcəyik. Bu konferanslar çox böyük əhəmiyyəti var. Hər kəsi implantoloqların 11-ci Xəzər konferansına dəvət edirəm. Görüşənə qədər. Hələlik, sağ ol. Bir daha sağ ol.